Rusiyada miqrasiya sahəsində nəzarətin gücləndirilməsi ilə bağlı müzakirələr də davam edir və rəsmi məlumatlara görə hazırda ölkə ərazisində 100 minlərlə xarici vətəndaş qanunsuz şəkildə yaşır və onların sayı təxminən 840 min nəfər civarındadır. Məlum olduğu kimi bu şəxslərlə bağlı işlərin sistemli şəkildə aparılması məqsədi ilə xüsusi nəzarət reyestri yaradılıbdır. Həmin siyahıya Rusiyada qanunsuz yaşayan xarici vətəndaşlar daxil edilir. Bu kateqoriyaya aid şəxslər üçün artıq bir sıra məhdudiyyətlər də tətbiq olunubdur. Məsələn, onların nəqliyyat vasitələrinin idarə etməsi, ölkə ərazisində nigah bağlaması, həmçinin bank xidmətlərindən istifadə etməsi məhdudlaşdırılıbdır. Eyni zamanda miqrasiya nəzarəti çərçivəsində ölkəyə gələn xarici vətəndaşların biometrik məlumatlarının toplanması prosesi də davam etdirilir. Məlumatlara görə 10 milyona yaxın əcnəbi artıq bu prosedurdan keçibdir və rəsmi qurumlar hesab edir ki, biometrik məlumatların toplanması miqrasiya proseslərinə nəzarəti gücləndirmək və təhlükəsizlik risklərini azaltmağa kömək edir. Və ən əsası, məlumatda o da qeyd olunur ki, həyata keçirilən tədbirlər nəticəsində qanunsuz miqrasiya ilə mübarizədə müəyyən nəticələr əldə olunubdur və son dövrlərdə miqrasiya qanunvericiliyini pozduğuna görə 72 mindən çox xarici vətəndaş ölkədən çıxarılıb, yəni deportasiya edilibdir. Bundan əlavə, müxtəlif səbəblərə görə ölkəyə girişinə icazə verilməyən, yəni stop qoyulan şəxslərin sayı isə 50 min nəfərdən çoxdur. Və məlumatda o da qeyd olunur ki, bütün bu şəxslərin Rusiya sərhədinin keçməsinin qarşısı alınıb.